Sizə evdə hinduşka kababının ləzzətli bir versiyasını təqdim edirəm. Tavaya kərə yağı əlavə edirik. Mən mayılın kərə yağından istifadə edirəm. Superdir. Ümumiyyətlə yeməklərdə, şirniyyatlarda əladır. Yağ tam əridikdən sonra hinduşkanı dəri hissəsindən tavaya yerləşdirirəm və gür atəşdə, yəni qazın xodunu gür verin. Ondan sonra duzunu, istiotunu vururam. İstəsəz biraz sarı kök də vura bilərsiniz və salam. Bir üzü qəşəng qızarandan sonra çevirib qatışdırıram. 2 dənə soğanı, elə bir hardasa 2 kilo yarımlıq hinduşkaya 2 dənə soğan bəs eləyir. Doğrayıb əlavə eləyirəm, qapağını bağlayıram. Vamxodda hardasa bir 40 dəqiqə bişir. 40 dəqiqədən sonra açırsınız qapağı, görəcəksiniz ki, soğan bütün suyunu veribdir. Qapağı bağlayırıq ta ki, bax bu mənzərəni görənə qədər bişirirsiniz. O da hardasa bir yarım saat. Nəticədə inan qızlar deyəcəksiniz ki, ay Allah, mən niyə bugünə qədər bunu bişirməmişəm? Bilirəm çox xanımlar bilir, bilməyənlər bunu hazırlayın bayramda.